Bir bərabərsizliklərin həllində o belədir. Tərifində deyir ki, bir dəyişənli bərabərsizliyin həlli dəyişənin həmin bərabərsizliyi doğru ədədi bərabərsizliyə çevirən bütün qiymətləri çoxluğuna deyilir. Yəni demək istəyir ki, məsələn, bir dəyişənli hər hansı bir bərabərsizlik verir. Tutaq ki, x böyükdür 4. Böyük bərabərdir 4. Yəni bu o deməkdir ki, bu bərabərsizlik x-ın həm gəlin bunu belə yox, kiçik bərabərdir deyək. Yəni bu x-ın həm mənfi ədədlərində doğrudur, həm sıfırında, həm birində, həm x-ində, həm üçündə, həm dördündə doğrudur. 5-ində doğrudurmu 5 qoysam? Xeyr. Yəni bərabərsizliyi doğru ədədi bərabərsizliyə çevirən qiymətlərində doğrudur. Məsələn, bura 5 qoysam o doğru bərabərliyə çevirməyəcək. Amma 4 qoysam, 3 qoysam, 2, 0, 1 qoysam və yaxud da mənfi ədəd qoysam, bərabərsizliyin şərti ödənir. Aydındır? Məsələn, burada həlli necədir? Burada biraz geniş yazıb. Mən onu sizə sadə yolla deyim. Məsələn, 2-3 cür bərabərsizliyin həlli var. Tutaq ki, verib ki, 2x böyükdür 11. Bunun həlli necə edirik? X böyükdür 11-i bölürük 2-yə. Elə bir ki, bu böyükdür işarəsi var. Bu bizim gözümüzdə bərabər kimi görünsün ki, tənli kimi düşünək bunu. Aydındır? Yəni, bu, bəzən şagird deyir ki, bu bərabərsizliyi silib bura bərabər işarəsi qoymaq xeyr. Gözümüzdə o canlansın deyə, tənli kimi düşünək deyə. Beynimizdə canlandırırıq. 2x böyükdür 11. Yəni, x böyükdür 11 2-yə böləndə 5,5. Yəni, bu kimi həllərdə hər tərəfi x-in qarşısındakı əmsalı bölürük. Bir də var ki, bərabərsizliyin, belə deyim, məsələn, belə olar. 3x çıx 10 kiçikdir və yaxud da bərabərdir 11 belə deyək. Burada necə həll edilir? Bu kimi bərabərsizlik. Bir tənli kimi düşünürük. 3x kiçik bərabərdir 11 üstə gəl 10. Necə tənlikdə əvvəlcə sərbəst rəqəm keçirdi digər tərəfə. 3x kiçik bərabərdir 21. İndi x-ı tapanda kiçik bərabərdir 21-i 3-ə bölürəm 7. Bu da alındı cavabımız 7. Aydındır. Görürsünüz, gedişatda, buradan bura gedişatda sadəcə tənli kimi elədim. Normal tənlikləri necə həll edirəm? O formada elədim. Bir dənə sadəcə tənlikdə bərabər olur. Burada isə bərabərsizlik işarəsidir. Aydındır. Və yaxud da bunun başqa bir yolu da var. Bu aydınsa başqa üçüncü formaya keçin. Bərabərsizliyi həll etmə üsulunda. Üçüncü formada necədir? Məsələn, hər tərəfdə o formada olursa. Tutaq ki, belə deyək. 3 üstə gəl 5y böyük bərabərdir. 15 üstə gəl 8y. Tutaq ki, belə bir tənliyimiz var. Bərabərsizliyimiz var. Burada nə edəcəm? Necə normal bərabərsizlik x-lar bir tərəfə gedirdi, rəqəmlər bir tərəfə gedirdi və eynən onu eləyəcəm. Yəni, belə deyək ki, normal tənlik verilən bərabərsizliyi bərabər kimi görməklə. Nə edirəm? 5y çıx 8y keçdi bir tərəfə, bərabərsizliyin işarəsi qaldı yerində. 15 çıx 3. Buradakı 3 müsbət idi, keçdi bu tərəfə mənfi oldu. İndi bu verir mənfi 3y böyük bərabərdir. 15-dən 3 çıxanca qalır 12. Düzdürmü? Y kiçik bərabərdir. 12-ni də 3-ə böləndə mənfi 4. Niyə görə kiçik bərabərliyə çevrildi? Çünki y-in qarşısındakı əmsal mənfi olduqda mənim işarəmə də təsir edir, əksinə çevirir. Aydındır? Y kiçik bərabərdir mənfi 4. Sonra
Belə bir tənliyimiz ola bilər. Bərabərsizliyimiz ola bilər daha doğrusu. Tutaq ki, verə bilər 2x çıxılsın 1 bölünsün 3 kiçikdir 5. Belə də ola bilər. Burada nə edirəm? Hər tərəfi 3-ə vururam. Hər tərəfi 3-ə vururam ki, məxrəcdən azad edeyim. 3 ilə 3 gedir, bunu da 3-ə vururam da. Düşünürəm ki, 3-ə vururam. Və yaxud da çarpaz da vura bilərəm. 2x çıxılsın 1 kiçikdir 15. 2x kiçikdir 15-in üstünə gəlirəm 1. 2x kiçikdir 16. X kiçikdir 16-nı da 2-yə bölürəm 8. Yəni x-ım 8-dən kiçik ədədlər. Bu da aydın oldu. Burada belə bir çətin tənliyi də var. Bərabərsizliyi də var. Tənliyi kimi də deyək. Məsələn, verib nə? 5 vurulsun x çıx 2 üstə gəl 12 böyükdür 7 çıx 3 x üstə gəl 4. Belə bir bərabərsizlik. Nə edirəm? Bərabərsizlik kimi onu görmürəm. Normal tənlik kimi həll edirəm. 5-i vururam x-a, 5x çıxılsın 5-i 2-yə vururam 10. Üstə gəl 12. Böyükdür 7 çıxılsın 3x çıxılsın 14. 12. 3-ü 4-ə vururam da 12. İndi 5x üstə gəl 1, üstə gəl 2. 12-dən 10 çıxıram. Böyükdür mənfi 3x çıxılsın 12-dən 7 çıxınca qalır 5. Düzdürmü? İndi x-lar bir tərəfə, rəqəmlər bir tərəfə. 5x üstə gəl 3x böyükdür mənfi 5 çıx 2. 8x böyükdür mənfi 7. X böyükdür. Görürsünüz, burada niyə görə işarə əksinə çevrilmədi? Çünki mənfi x-in qarşısında digər tərəfdədir. Onca təsir edirəm. Mənfi 7 bölünsün 8. Yəni 8-də 7. Aydındır. Bu da belə. Sonra görün başqa hansı formalar da var. Bir dənə də forması var. Gəlin onu da deyim. Amma dərsi yenə də oxuyarsın. Çünki dərsdə bundan danışır, amma bunun çətin formalarını danışır. Mən asan formada deyirəm ki, yadınızda qalsın. Məsələn, deyir 3y kvadratı. Kvadrat görən kimi qorxmayın. Bilin ki, ona baxsa, digər kvadratla gedəcək. Yəni, onu oraya elə belədən yazılır. Çıx y, 3y, çıx 4. Kiçik bərabərdir 16. Nə edirəm burada? 3y kvadratı qalır, Aylin. 3y kvadratı qalır. Çıxılsın y kvadratı, yox, y kvadratı. Niyə görə? Y-i 3y-ə vurdum. Üstə gəl 4y. Kiçikdir 16. Bax, gördünüz, bunlar getdi. Qaldı 4y kiçikdir 16. Y də kiçik bərabərdir. 16-nı 4-ə böləndə 4. Yəni, aldığımız cavab y kiçikdir və yaxud da bərabərdir 4. Sonra, görək başqa hansı formalar var, ondan da izah edeyim ki, başqa forması yoxdur. Elə əsas bu neçə dənə forma keçdik? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə demək olar formasını keçdik. Qaranlıq qalan hissə var, çətin olan hissə var. Yoxdur ki. Belə. İndi bunu məsələn deyəndə ki, hansı aralıqda həllər çoxluğudur? Məsələn, bunu belə yaza bilərik. Mənfi sonsuzluq 4. Özə qapalı. Aydındır. Belə, bugünkü dərsimiz bu qədər.